Mexaniki dəzgahların təhlükəsizliyi, preslər. Birinci hissə, ümumi təhlükəsizlik tələbləri. Standartın tətbiq sahəsi. Bu sənəd soyuq metalla və ya qismən soyuq metaldan ibarət olan materiallarla işləmək üçün nəzərdə tutulmuş, lakin digər təbəqə materiallarının, məsələn, karton, plastik, rezin, dəri və s. emalı üçün də bənzər şəkildə istifadə oluna biləcək preslərin layihələndirilməsi, istehsalı və təchizatı ilə məşğul olan şəxslər tərəfindən qəbul edilməli olan texniki təhlükəsizlik tələbləri və tədbirlərini müəyyən edir. Standartın əhəmiyyəti. Standartın əhəmiyyəti ondan ibarətdir ki, bu sənəd soyuq metal və oxşar təbəqə materiallarının emalı üçün nəzərdə tutulmuş qapalı preslərin layihələndirilməsi və təhlükəsiz istismarı üzrə ümumi tələbləri müəyyən edir. Standart, preslərin müstəqil istifadəsi və istehsal sistemlərinə inteqrasiyası zamanı təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Proqramlaşdırıla bilən elektron və pnevmatik sistemlərlə bağlı təhlükəsizlik tələblərini əhatə edir və ISO 16092 seriyasının digər hissələri ilə birlikdə tətbiq olunur. Standart, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilib. Hörmətli işə götürənlər, əməyin mühafizəsi ilə bağlı standartların tətbiqi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına xidmət edir. Fəaliyyətinizi bu standartların tələblərinə uyğun qurmağınız tövsiyə olunur.